rekorda basmamışam. Hmm. Neçə? Hə, 3. 3-də nə olur? Baxıram ki, A1-in üstünə B1 gələndə, 4-ün üstünə 5 gələndə 9, 2 çıxanda 7 eləyir. Və görürəm ki, buradakı ədədi verir. Deməli, bu ardıcıl gedəcəkdir. Bu 5 olacaq, bu 3 olacaq, bu da 4 olmalıdır. Yaxşı. Mən də C1-i tapmalıyam da, düzdür? 5-in üstünə x gəlib, 2-yə bölüb, 4-ə bərabər eləyirəm ki, x-i tapım. O zaman 5 üstəgəl x-im 8 olacaq. X-im də 3-ə bərabər olacaq. B variantı. Aydındır. Sonra 11. Baxaq 11-də. 64-ü 2-nin qüvvəti kimi yazsaq, 6 vurulsun 3, 18 olacaq. Üstə gəl. 11 rəqəmli ən kiçik ikili ədəddir. Biz bilirik ki, ən kiçik məsələn 3 rəqəmli ədəd yazsaq, bu 100-dür. İkili ədədi onluğa keçirəndə 2 üstü 2 eləyir. Çünki bu 4-dür, 2 üstü 2 də 4-dür. Deməli, ən kiçik 11 rəqəmli deyəndə mən 2 üstü 10 yazmalıyam. Niyə? Çünki rəqəmlərindən bir vahid əskiyi olur. Burada da 11 rəqəmli ən kiçik deyirsə 2 üstü 10 yazıram. Sonra toplayıram 2 üstü 13-ü və bunu 16-lığa keçirirəm. 18-i bölürəm 16 bizdə neçə bitdi? 4 bitdi. 4-ə olacaq 4 qalıq 2. Və bu qalığı 2-nin qüvvətinə qoyanda başlayacaq ədədi bildirir. Bu başlayacaq ədəddir, bu da sıfırların sayıdır. Oldu 4, 1, 2, 3, 4 dənə 0. Sonra 13 bölürəm 4-ə, buradakı qüvvəti götürürəm. 3 dəfə qalıq olur 1. 2 üstü 1, başlayacaq ədəd 2-dir, 3 dənə 0. 1, 2, 3 və 10. 10-u bölürəm 4-ə, 2, qalıq 2. 2 üstü 2, başlayacaq ədəd 4, 2 dənə 0. Həmişə qismət sıfırların sayını bildirir. Qalığı isə həmişə 2-nin qüvvətinə qoyuruq. Niyə? Çünki 1, 2, 4, 8 standartı var. Qalığı həmişə 2-nin qüvvətinə qoyuruq ki, bu ədədlərdən hər hansı birini alaq. Və aldığımız cavabları toplayırıq. Unutmuruq ki, 16-lıqda cəmidir. 4, 2, 4. Elədi 42.400 Y variantı. Sonra 24, 14. Baxaq. 14 də bunun kimidir. Bizə verilmiş ədədi ikili kodla kodlaşdırmalıyıq. Hər bir ədəd üçün 2 dənə ədəd ayrılır. Onda mən burada yazılan 13, 0, 2, 12 ədədini ikiliyə keçirtmək üçün 1-2 standartından istifadə edirəm. 1-i almaq üçün 1-in altına yazıram, 2-ni 0 atıram. Ona görə oldu 0, 1. 3-ü almaq üçün 2 ilə 1-i toplayanda 3 eləyir. Ona görə olur 1, 1. 0-ı almaq üçün 2 dənə 0, 2-yi almaq üçün olacaq 10. 1 oldu 0, 1, 2 oldu 10. Bunu keçirtdimmi ikiliyə? Keçirtdim. Birinci punktu icra etdim. İkinci punktda deyir ki, bütün sıfırları birlərlə, birləri sıfırlarla əvəzlə. Ona görə 1, 3 dənə 0, 1, 1, 0, 1, 1, 0, 0, 1. Və bunu 8-liyə keçirmək üçün 3, 3 ayırıram sağdan sola. Bu mənə verəcək 1, 2, 4 standartına görə 4, 3, 3, 1. Oldu 4331. Hamısının başına 1, 2, 4 yaza bilərsiniz. Sıfırları toplamırıq. Harada 1 varsa onları nəzərə alırıq. Başqa 24-ə qədər kimin sualı var? Yox da. Saytda qeydiyyatdan keçmək üçün hər bir istifadəçi 10 simvollu parol fikirləşməlidir. Simvollar kimi onluq rəqəmlər və ixtiyari X əlifbasının 30 müxtəlif hərfindən istifadə olunur. Bu tip məsələdə biz simvol sayını tapmaq üçün burada qeyd olunan onluq rəqəmləri götürürük.
30 müxtəlif hərfdən dediyi üçün 30-u götürürük, 40-a bərabər eləyirik. Və 40 64 deməkdir, yəni 6 bit deməkdir. İyimiz oldu 6 bit. Okey. Simvolu da verib 16. Düzdür. Q bərabərdir. S vurulsun. I düsturuna əsasən 16-nı vururuq 6-ya. Və bizdən tutumu neçə bayt olar dediyi üçün bitdən bayta keçmək üçün bölürük 8-ə. Cavab eləyir 12 bayt. Bu bir dənə şifrənin uzunluğudur. 30 belə şifrə dediyi üçün qayıdıb 30-u da vururuq 12-yə, eləyəcək 360 bayt. Aydındır. Sonra 21. 81 səhifəlik mətn failinin son səhifəsində tutumu 704 kilobayt olan şəkil var. 21-in son səhifəsində, bir səhifəsində şəkil var. Qalan 20 səhifəsində isə mətn var. Deməli, biri də onsuz da 704-ə vuranda elə 704 kilobayt edir. Bunu qoyduq kənara. Bu qrafik informasiyanın həcmidir. Sonra keçirik mətnin informasiya həcmini tapmaq üçün 20 səhifəni vururuq 32 sətrə, 2 üstü 5-ə, 64 simvola, 2 üstü 6-ya və Unicode-da 2-yə. Bölürük nəyə? Bölürük 2 üstü 23-ə. Niyə? Çünki yox, 23-ə çox eləyəcək. Bölürük 2 üstü 13-ə. 2 üstü 13-ə böləndə bu elə 2 üstü 12-dir, 2 qalır. 20-ni də 2-yə böləndə eləyəcək 10. 700. Mən burada nəyəsə qaçırmadım. Bir dəqiqə. 2 üstü 5, 2 üstü 6, 2, 2 üstü 13-ə yox, üzürlü sayın. Deyirəm, axı nəsə uyğun gəlmədi. 2 üstü 10 byte-la ifadə olunur, Unicode-dur. 2 üstü 10-a bölmək üçün bu elədi burada 2, 4-ü də mən 20-yə vuranda eləyəcək 80. 80 kilobayt. 704-ün üstünə 80 gəlirəm. Olacaq 784 kilobayt. Niyə belə oldu? 1, 2 üstü 10, 2 qaldı, 4. Ayda 81 deyə mən niyə 20 yazmışam? 81 isə 80 səhifədir. 80 səhifədir. 80-i mən nəyə vuracam? 4-ə eləyir 320. 320. Ay riyaziyyatçılar. Görmürsünüz hesabı kitabı. Niyə dillənmirsiniz? 320 gələndə eləyəcək 1024 kilobayt. 1024 kilobaytı da 1024-ə böləcək. Çünki 1024 kilobayt cavabda yoxdur. Eləyəcək 1 megabayt. Cavab C variantı. Sonra başqa yoxdur sualınız. 29 baxmamışdan öncə 28-i yazmısınız. Faktorialları cəmini necə yazırsınız? Göndərin görüm. Yazan var. Düzdür. Son da yazırıq. Sonu unutmuruq. Girişlə son önəmlidir. Və bir də nənə kimi ədədlər faktoriallı yazırıq. S-i də faktoriallan cəmləyirik. Qısa və net. Afərin. Validə də yazıb. İyəndən kiçik bərabərsə faktorialı vurub. Bəs S-in üstünə gəlməmsən axı. Burada sən nə eləməlisən? Nəyə unutmursan? S bərabərdir. S üstə gəl F. Bəs faktorialları S toplayır axı. Və yuxarıda da S-i verməyi unutmuşsan. S bərabərdir 0 yazmalısan. İyini vermirsən burada. Всё. Qalan, bir də bununla əlaqəsi yoxdur. Bu həmişə qayıdır dövrə. Dövrü bitirən öz sözünü deyir. Sonda nə etməlidir? S-i çap eləməlidir və son. Sonra
29. Necə yazmışıq uşaqlar? 29-u yazan var. Parça verilib. Bu parçada hər bir tam qiymətinə uyğun olaraq Y-in 3-ə qalıqsız bölünən qiymətlərin sayını çap edən proqram Python dilində yazın deyir. Deməli, X qiymətlərini bu aralıqdan alacaq. Birinci for in range-i burada veririk. Sonra if şərtini deyirik ki, X 3-dən böyükdürsə bu olsun. Əks halda bu olsun. Və sonda da if götürürük ki, alınan Y ədədi 3-ə bölünürsə nə olacaq? Bölünən qiymətlərin sayını. Hə, K-nı da artıraq sayaq. Neçə dənəsi bölünür? Kimlər necə yazır? Int input. Yox, dövr qurmaq lazımdır. Mehriban. Sən sadəcə ədədi daxil eləmirsən ki, bu ədəd içindədir, amma sənə burada o elə demir axı. Sənə deyir ki, X-in bu parçasındakı hər bir tam qiymətinə uyğun. Sən saymalısan axı orada neçə dənəsi bu şərti ödəyib 3-ə bölünəcək qalıqsız. Başqa yazan yoxdur, yazım. Deyəsən yazmamışsam. Dediyim kimi. Yox, K bərabərdir 0. Sən o gün elə bir bunu yazıb göndərmişdin, ay Mehriban. For in range Şu an gerisini yazmamış. -10, 10 aralığı. For in range'də -10, 10 aralığı. 2 nöqtəmizi qoyduq. Sonra bu şərtləri icra edirik. Əgər x-imiz 3-dən böyükdürsə 2 nöqtə. Burada gördüyünüzü yazırsınız. Y bərabərdir x-in. Mən yerim çatmayacaq deyənə x kvadratı bilirsiniz də 2 ulduzla yazılır. Mən konkret yazıram. O hissələri daha yazmıram. Sonra əks halda. Çünki ancaq bu ikisi birində olduğu üçün həm 3 daxil, həm 3-ə bərabər olduğu üçün 3-dən kiçik bərabər. Mən burada konkret else yazıb y bərabərdir. X üstəgəl 2-nin kvadratı yaza bilərəm. Və sonda, bax bunları icra edəndən sonra mütləq şəkildə bura bir if qoyuram. Deyirəm ki, mənim y-im aldığım cavab 3-ə qalıqsız bölünürsə, yəni qalıqsız bölünmə nədir? 0-a bərabərdirsə, 3-ə qalıqlı bölərkən qalığı 0-a bərabərdirsə. Neynəsin? Saysın. K0 götürmüşdüm. K-nı bir artırsın. Aydındır. Sonda artıq for bitəndən sonra bunun cərgəsində yazıram ki, print K. Qardı getdi. Aydın oldu. Sonra 30. Sözü necə eləyərik? Dövr operatorundan istifadə etməklə siyahının elementlərinin ədədi ortasından böyük olan elementlər ekrana çıxaran proqramı. Hə, bir hafta buna oxşar bir şey eləmişdik. İndi prosta deyək ki, ədədi modul deyil də, özüdür. Ədədi ortasından böyük olan. For i in a. Niyə belə eləmişsən? Elə sum eləyərdin də. Bu niyə belədir ki? Hı? Hə. Başqa yazan yoxdur bunu. Deyək, Səma yazıb. Sumu sayına bölürük. Tək-tək daxil edirik. Bəli. Yox, ehtiyac yoxdur. Len onsuz da int kimi gedir. Say kimi gedir, ona görə. For i in a. I əgər b-dən böyükdürsə, print i. Düzdür. Sonra başqa. Bundan sonra hara gedirik? Model sualının axıra kimi baxmışdıq da biz, hə? 2024-də yazmısınız. Buradan sualınız var, verin gəlsin. 6. Proqramın icrası zamanı girişə 7 ədədi daxil edilərsə nəticəni müəyyən edin.
Inputdursa 7 STR tipindədir. 7 STR tipində olduğu üçün birinci if-də təbii ki, onu int-ə çevirir. Sıfırdan böyükdürmü, eyni zamanda ondan kiçikdirmi? Bəli, if şərti ödəndiyi üçün. Digər bax bu hissədə 7-nin integer olduğunu unutmuruq. Baxmayaraq ki, burada int yazılıb, mötərizənin içində biz əslində STR tipindəkini 7-ni 2-yə vururuq. Bu da bizə nəticə 77 verir. Sonra bunu integerə çevirir, verir enə. Götürdün 77. Eynən burada da STR tipini vurur 3-ə. Biz bilirik ki, STR tipini integer tipinə vuranda integer say qədər STR yazılır. Olacaq 3 dənə 7. Deməli, 777 ilə 777-ni toplayanda integerə uje çevirdi. Nə verəcək bizə? 4, 5, 854. Və sonda görürsünüz, yenə STR-ə çevirir bunu, dırnağa salır. Enim mənim neçədir? 7-dir. 7-ni yazır birinci, sonra 854-ü yazır. Ona görə cavab olur A variantı. Sonra neçə? 8, 8, 9. Hə, 8 necədir? A siyahısı bizdə 4-dür və STR-dir. A input, daha doğrusu ədəd. STR tipindədir, N isə integer tipindədir. Birinci pi siyahısına bu 4-ü əlavə edir. Burada fikir verin, append eləyir. Sonra i'miz bizim 3 dənə 1, 2, 3, 4 dənə dövr gedəcək. A götürür, A'da nə var? Hələ 4 var. Onu listə də çevirsə 4 onsuzda. F4-ü tapmalıyıq. Gəlirik funksiyaya, baxırıq ki, 4-ü daxil edir, integerə çevirir, onun kvadratını qaytarır bizə. Aha, deməli, birinci nə tapdım? 4-ün kvadratı 16. Cətdim 16-nı append elədim. Sonra biz 16 tapmışıq axı. 16-nı siyahılaşdırır. Siyahılaşdıranda bu necə olacaq? 1 ayrıca olacaq, 6 ayrıca olacaq. Düzdür? Gətirir, indi bunun funksiyasını tapır. Hər dəfə elə bir ki, rəqəmləri cəmləyir də. 1 ilə 6-nı integerə çevirib cəmləyəcək. Neçə olacaq? 7. 7-nin kvadratı nədir? 49-u qaytaracaq. Aydındır? Bu ikinci dövr. Üçüncü dövrdə 4 ilə 9-u toplayacaq, eləyəcək 13. 13-ün kvadratı 169-u qaytaracaq. Və sonuncu dövrdə 1, 6, 9-un cəmi bizə 16 verir. 16-nın da kvadratı olacaq 256. 256-nı da qeyd elədik. Və sonda bitdi də dövr. Gəlirik bura, printdə deyir ki, n çıx 1. N'imiz 5 idi, 1 çıxanda 4. Gəlirəm ki, 0, 1, 2, 3, 4-cü indeksim nədir? 256. A variantını çap eləyir. Aydındır. Sonra Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Burada nə iş görür? Birinci 200-ü götürür, salır kökün altına. Bilirik ki, 214-ün kvadratıdır da, 14 kvadratı çıxa bilər, 15 yox ki, 15 225-dir. Yaxşı, bu 14-dürsə, m-im də mənim 1-dirsə, 1 ilə 14-ün cəmi nə eləyəcək? 15. Sayıram ki, 15-ci indeksim hansıdır? 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15. 15 gəldi, P-yə düşdü. Deməli, P ilə başlayırıq. Çünki S-in üstünə gəlir. B-nin, A-nın, C-nin olma ehtimalı getdi. D-nin, Y-nin arasında qaldıq. Və unutmuruq ki, hər dövrdə M-imiz mənfi olacaq. İndi mənfi 1-dir. Bir dəfə elə bir ki, toplayacaq, bir dəfə çıxacaq. Gəlirəm 300. 300-dən nə çıxır? 17 çıxırdı, 289 kvadrat. 17 çıxırsa, bu səfər də 17-dən bu mənfi 1 olacaq 16. 16-cı bizdə nədir? 2-dür. 2-dür, hə, ikisində də 2-dür. Yaxşı. Üçüncü hərf də əslində eynidir. Bizdə məsləhət olar ki, 4-cünü tapmaq. 4-cüyə baxaq. 4-cüdə bizdə mənfi 1 olacaq da. Çünki
3-də 1-dirsə, 4-də -1-dir. Yaxşı. Bildik. 400-dən 1 2 20 çıxır. 20-dən də 1 çıxanda 19. 19-cu hansı olacaq? 16, 17, 18, 19 T olacaq. Deməli, Y variantı doğrudur. Çünki V V gəlsəydi D olardı, amma T gəldiyi üçün Y oldu. Aydındır. Bu ikinci, üçüncü hərflər eyni olduğu üçün sadəcə dördüncü hərfə baxdım. Başqa? 26-dan əvvəl var salınız. 23-dən əvvəl var. İkili yazılışındakı sıfırların sayı 4-ə bərabər olan ən kiçik üçrəqəmli 8-li ədədi müəyyən edin. Baxın. Ən kiçik üçrəqəmli ədəd bilirsiniz də ki, 1, 2, 3, 3 dənə bit burada, 3 dənə bit burada, bir dənə burada olsa yetərlidir. Deməli, 1 ilə başlayacaq. Burada 3 dənə sıfırlar, bir dənə də sıfırlar. Burada 1 atacağım. Niyə? Çünki deyir ki, 4 dənə sıfır olsun. Ən kiçik dediyi üçün 1 ilə başlayacaq təbii ki. Araya sıfırları attım. Ən sona da 1-ləri attım. Niyə? 3 rəqəmli 8-lik kod alınması üçün. Bu 1, 2, 4 burada 3 alınacaq. Burada 0 alınacaq. Burada da 1. Olur 103. Aydındır. Çünki bilirəm ki, ikilik kodu mən 3-3 ayırmalıyam. Və 3-3 ayırmaq üçün mən neynədim? 1-i götürdüm. Deyir ki, 4 dənə 0 olmalıdır. 4 dənə 0 yazdım və 2 dənə də 1 attım. Niyə? Çünki baxın, 3 belə ayırdım. 3 belə ayırdım. Burada da bir dənə qaldı. Ən azı bir dənə ki, o 3 rəqəmli ədəd alınsın. Sonra 26 demişdiniz. Deməli, nəticə 86-dır. Nəticənin 86 olması üçün baxıram ki, A məndə 9-dur əvvəldə və 7 artıb. Mən o zaman 86-dan 9 çıxa bilərəm. Bu mənə verəcək 77. Və 77-ni də 7-yə bölərəm. Bilərəm ki, 11 dənə dövr gedib. Tamam. 11 dənə dövr getdiyini bilirəmsə, esim də 33-dürsə, bu hissədən danışıram. 33-ün üstünə gəlirəm, eni vuraram 11-ə və bu hissədə isə dövr necə dayanacaq? Böyükdür, bərabərdir 2024 olanda. Okey, onda 11 enim böyükdür, bərabərdir 2024-dən çıxıram nəyi? 33-ü eləyir 1991. Onu da bölürəm 11-ə. Enim nə olur? 181. Elə kiçikdir, böyükdür, bərabərdir olduğu üçün 181-in özünü götürürəm. Aydındır. Sonra başqa. Baxaq. 28-i necə yazmışsınız? Göndərin görək. Yazan var. Deməli, suala qoy bir də baxım. Deməli, sual budur. Bizdə -1, n plus 1, x-in böyüsünün faktorial. Hə, tamam. Kim kimə dedi, nə dedi? Qoy bir dənə baxım görüm. N-i daxil eləmişsiniz. i1-dir, f1-dir, s0-dir. i n-dən kiçik bərabərsə faktorial 1 artırdın. Burada nə yazmışsan? -1-in üstü n plus 1. Bilirsən də üstü belə yazılır.
Vurulsundur da yəqin ki. Vurulsun x üstü n bölünsün faktorial. Hə, bu tərəfdə yazmışam. -1 üstü n üstə gəlir. N yox, i yazmalısın. Burada i yazmalısın. Bu i olmalıdır. N yazsan o sənə istədiyi verməyəcək. Yaxşı, bunlar i'dir. Böl faktorial düzdür. Qalan hər şey düzdür. Sonra bura baxaq görək. -1-in üstü. Hə, mötərizədə yazırıq. i plus 1 mötərizədə olmalıdır. Yox. Hanı bəs i? Niyə? O düstur olduğu kimi yazmaq lazım. İ'ni yazmısan, i plus 1 yazmamışsın. i plus 1. Sonra vurmuşsan x'in, vurma da yazmamışsın. Ama vurulsun x üstü i bölünsün faktorial. Çalışın səhvsiz yazın, səhvsiz. Gözünüzün önündədir də bütün düstur. Görünür də burada. Özü üslü qüvvəti həmişə mötərizədə yazırıq bütöv şəkildə. Sonra vurulsun x üstü n. 29'u necə yazmışsınız? A siyahısının hər bir mənfi elementindən sonra həmin elementin kvadratını siyahıya əlavə edən proqram Python dilində yazın. Məsələn, 23-dürsə, mənfi elementindən sonra. Hə, -4-dən sonra 4'ün kvadratı oldu 16. 2'ye dəymədi. -2'dən sonra 4. Ancaq mənfi olarsa. Maraqlı sualdır. Görək necə yazmışsınız. Deməli, B siyahısını vermişsən. Deyirsən ki, for i in a, əgər i sıfırdan kiçikdirsə, B append eləmişsən. Niyə? Yaxşı, qoy görək. Hə, özünü kvadratını. Əks halda kiçik deyilsə ədədin özünü. İşləyər. Məsələn, 23'dür. 20 sıfırdan kiçik deyil deyənə 23'ü yazdım. -4 sıfırdan kiçikdir deyə elə -4'ü də yazacaq. Sonra -4'ün kvadratını da əlavə edəcək. İşləyəcək, əladır. Lap yaxşı yazmışsın. Sonra Səma da yazıb, split eləyib. Niyə ki? Siyahı verilib də bizə. For i in range. Nə? Nətər? Yox, siyahını verməyib, siyahını. Giriş verib, çıxışda deyir belə olsun. Ay siyahısının hər bir... Necə? Hə, tamam. Int a, i kiçikdirsə sıfırdan və insert i'nin deməli 23 kiçik deyil. 23'dən sonra bizdən nə gəlmişdi? -4. -4 kiçikdir, bəli. 1 üstə gəl 1. O da bizdə birinci indeksdir. 1 üstə gəl 1'ə. Onun kvadratını əlavə etdim. Əks halda özünü əlavə edirsən. Bu da işləyəcək. Qəşəng. Validə. Deməli, append eləmsən, eyni soruşsan, kiçikdirsə, y-in kvadratını mənimsədirsən və append eləyirsən. Hə, belə də olur. Əla, aferin, hamınız yaza bilmişsiniz. Sonra 3 rəqəmli natural ədədin birinci və ikinci rəqəmləri daha sonra ikinci və üçüncü rəqəmlərə toplanaraq bir sual oxşarı alınmış ədədlər azalan sıra ilə yanaşı yazılaraq yeni ədəd alınır. 3 rəqəmli natural ədədlərdən bu qayda ilə alınmış yeni ədədin
13 11'e bərabər olanların tapılması üçün proqram Python dilində yazın. Ha, Kadira sualıdır. Bunu yazmışıq. Yazmayanlar artıq yaza bilər də məncə də. Öyle yazmışım. Gerisini yazıyorum artık. Məncə təkrarçılıqdır. Artıq bunu bildik, bayaq işləmişik. Sonra növbəti bilim sınağı işləmişik. Tamam. 65. Baxaq görək. Deyir ki, işçilər cədvəlində ad, vəzifə, yaş və maaş sahələri var. Əgər cədvəldə axtarış 35-dən kiçik, özdə ordu, maaş 900-dən çox sorğusuna əsasən aparılarsa, hansı işçilərin siyasi əks olunacaq? Maaşı 900-dən çox olan və ya ora görə yaşı 35-dən kiçik olanlar. Elə A variantı. Bax, buradakı deyəni, bax, 900-dən çox, çünki 900-dən böyükdür. Ora görə də və ya yazıb və ya yaşı da 35-dən kiçik. Sonra 68. Deməli, burada da bu faktorialı hesablayır. Həmişə yadınızda saxlayın. Bir azaldıb özünə vurursa 5 faktorialı hesablayacaq. Çünki 5 birdən kiçik deyil, 5-i vuracaq, 4-ü gedib baxacaq, sonra 4-ü vuracaq, 3-ü gedib baxacaq. Beləliklə bu tip məsələlər 5 faktorial. Cavab 150. Sonra 71. Aha. 71 məsələsində yəqin ki, diaqramları tapmalıyıq ki, hansı uyğun gəlir. Birinci tapaq görək A2 D2-ni. C1-dən B1-i çıxanda C1-imiz bizim 5-dir, B1 2-dir, 3 eləyəcək. Bura oldu 3. 2-ni vururam 4-ə 8. 8-dən 3 çıxıram, olur 5. 4-ü bölürəm 2-yə, çıxıram 1, olur 3. Deməli, 1 ilə 3 bərabərdir. Və B1 ilə B2-ni də toplayıram, olur 7. Baxıram ki, birinci hissə böyükdür, xeyr. Bizim axırıncı hissəmiz böyükdür. Sonra və bizim 1 ilə 3-ümüz bərabərdir. Burada fikir verin, 1 ilə 3 bərabər deyil. A da getdi C-də. A da getdi B-də. Bu 3-dən başlayıb, bu 4-dür, amma 3-cü 3 olmalıdır. 1, 5, bu 7-dir. Bu 3'tü. Bu uyğun gəlir. Y'yə baxın. Mən bəlkə bunu səhv hesablamışam. 4-ü 2-yə vurub, 4-ü 2-yə bölüb, 1 çıxanda 1 eləyir. Elə bir D-dir. D variantı uyğun gəldi. Çünki 3-dür, 5-dir, 1-dir, 7-dir. Sonra 84, 81. Aygün, Sevinç, Samir, Hacı və Rəşad adlı 5 qrup yoldaşı İsmayıllı, Bakı, Tovuz, Goranboy, Quba şəhərlərindəndir. Onlar tərtili. Bu toplu sualıdır həm də. Bu ümumiyyətlə düzgün qurulmamış bir sualdır, amma cavab çıxır. Ardıcılıqla eləyəndə cavab çıxır. Prosta sualda nə istədiklərini bilmirlər. Aygün, Sevinç, Samir, Hacı, Rəşad. İsmayıllı, Bakı, Tovuz, Gədəbəy, Quba. Onlar tətili. Aygün və Sevinç ilk dəfə Bakıda universitetə qəbul olduqları zaman olublar. Aygün və Sevinç. Deməli, Aygünlə Sevinç Bakıda yaşamır. Hacı və Rəşad isə Goranboy və Tovuza heç getməyiblər. Hacı və Rəşad Goranboy Tovuz.
Goranboy, Tovuz, ikisinə də minus. Samir və Sevinç bir neçə dəfə Qubada və Tovuzda olublar. Samir və Sevinç, Quba, Tovuz. Əslində yaşadıkları yeri axtarıb. Samirlə Sevinç. Ona görə minus deyirik. Samir, Rəşad və Hacı İsmailliyə heç getməyiblər. Deməli, Samir də İsmaillidən deyil, Rəşad da, Hacı da. Hacı həmçinin Qubanı heç görmədiyini bildirdi. Hacı Qubaya getməyibsə, Hacı deməli Bakıdandır. Bakıda yaşayır, daha doğrusu. Onlar hansı şəhərlərdəndir? Deməli, bunları yazdıq. Bir də baxım ki, Aygün və Sevinç ilk dəfə Bakıda universitetə qəbul olublar. Minusları qoymuşam. Hacı və Rəşad isə Goranboy və Tovuza heç getməyiblər. Hacını bizdən kimi istəyir? Hacı həmçinin qol. Bunlar hansı şəhərlərdəndir? Hacını biz Bakı tapdıq. Biri də tapılmalıdır. Qoy yaxşı baxın bir dənə. Hacı Rəşad. Hacı Rəşad. Goranboy Tovuz. Minus minus. Hədə Rəşad da bilinir ki, deməli Qubadandır. Rəşad. Sonra bu kimdir? Aygün də bilinir ki, Tovuzdandır. Sonra Sevinç onda İsmaillidən olacaq. Sevinç. Və Samir də bu Goranboydan olacaq. Yəni plus minuslara görə təyin etmək olur. Всё. Aygün Qubadır, yox. Aygün İsmaillidir, yox. Aygün Goranboydur, yox. Aygün Tovuzdur. Y variantı. Sevinç İsmailli, Samir Goranboy, Hacı Bakıdır. Uyğun gəldi. Rəşadda Quba. Aydın oldu. Ya necə? Hə, mən ona baxa bilərik. Mən onu tam fərqli məntiqlə yazmışdım. Əslində cavabı tapanda da baxdım ki, YouTube-da tamam fərqli cavab veriblər. Özdə hamı eyni metodla da izah eləyib. Dedim, yəqin mən səhv başa düşmüşəm. Hə. Amma etalon çıxanda gördüm ki, elə doğru cavabı verən özüm olmuşam. Yəni mən necə anlamışam? Hmm. Yəni orada əslində bircə dənə məntiq var. Mən də baxan kimi o məntiqi tutdum. Çünki məntiq elə bir məsələdir ki, üzdə sənə nəyi bəxş etdisə odur. Dərinə girəndə adam çıxa bilmir. Bax, deyir ki, Vəli, Piri, Samir və Kərimov soyadları Vəkilov, Pənahov, Səlimov onlar eyni gündə imtahan verirlər. Məlumdur ki, Vəli və Səlimov imtahandan 5 alıb, Piri və Vəkilov imtahandan 3 alıb. Deməli, nə Piri Vəkilov 5 deyil, nə də Vəli Səlimov 3 deyil də, düzdür? Eyni ilə də Vəli nə Vəkilov deyil, Piridə nə Səlimov deyil. Bunları bilmiş oluruq. Vəkilovun boyu Pənahovdan hündürdür. Vəkilov Pənahovdan hündürdür. Kərimovun boyu Pənahovdan qısadır. Mən belə yazmışdım. Samir və Pirinin boyları eynidir. Burada da Səlimov qalıb. Ona görə mən bunu bərabərləşdirdim. Və burada da Piriyev dediyi axı ki, daha doğrusu Piri dediyi axı ki, Səlimov ola bilməz. Deməli, Piri Səlimov deyilsə, Piri mütləq şəkildə Kamilov olur. Mən bax bu məntiqlə tutmuşdum. Aydındır? Yəni Samirlə Piri. Bəli, bəli. Ondan da dedim ki, yo, yo, yo. Hmm. Ay sağ ol. Yəni burada heç nəyə ehtiyac yoxdur. Bax sonda sadəcə bax o sözlə ki, ardıcıl hamısını deyir də, Vəkilov Pənahovdan böyükdür, Kərimov boyu Pənahovdan qısadır, amma Samirlə Piriyev boyları bərabər. Deməli bunlar bərabər olan bu olacaq da. Düzdür, Vəkilovla da ola bilərdi, amma bizə burada əsas məsələ Samirlə Pirini verdiyi üçün Peri Səlimov deyilsə, deməli Kamilovdur. Hı. Sonra Müəllimə də sizdən sual. Su sualı.
proqram. Səma, hə, Səma. Baxdın onu proqramda yazdım, baxdın. Təkrar bir də baxdın. Baxaq da. Yəni OTK-da kim olub? İştirak edən olub. Necə yazmışsın? Hmm, Gərək atardın. At, hamı işləsin, sabah baxaq. Təmiz PDF var, atla yaş. Çalışın cavablara baxmadan işləyin özünüz, sonra yoxlayarsınız. Ctrl C, F5. Deməli 112. Baxaq, biz nəyi eləmişdik, necə eləmişdik? Mən əslində şifahi baxmışdım buna. İndi ciddi baxaq görək nə var burada. Deməli list A, A-nı listləyir bir-bir və onu dövrə salır. Deyir ki, məsələn, 1 B-də sıfırdan fərqlidirsə, yəni B-də varsa, count sayı sıfırdan fərqlidirsə, B-də varsa, baxıram ki, 1 yoxdur B-də. B-də olan nədir? Yalnız 5-dir. Ona görə də daxil etdiyi 5-in A-dakı indeksini, A-dakı indeksi nədir? 0, birinci indeksdir. Oldu 1. Əlavə etdi. Sonra digər 5 var bir də. Digər 5. Və onun da indeksi. Yenə 1 çıxacaq da gedib onu götürməyəcək ki. Çünki 5-i daxil edir. İstər C də olduğu üçün oldu 11. Və C-nin sayı 2-yə bərabərdirmi? Bəli. Həmən bu 11-in üstünə İstər lenzi. C-miz nədir? Sayın gəlir. A, hə. 112 eləyir. Sayını gəlir sonda. Sayı da 2-də nə daxil? Həyatım, indeks həmişə birinci gələn 5-i istəyir də ona görə. Necə geçsin 12? Yox, finddə də yenə ilk gələn 5-i götürəcək. Sən interval verərsənsə, deyərsən ki, məsələn, filan 5-dən sonra, 7-dən sonra, hə, gedər axırıncını gətirər sənə. Amma indeks indeksdir. Buyur.
Sonra. Niye sönmür? Ne kaldı bizde? Neyinirdik? Qəbul. Buradan. Başka sualımız var. Hı? Tamam. Yox. Açıqlardan öncə yoxdur ki, heç birinizdə sual. Bax, laqeyd yanaşmayın ha qətiyyən. Çünki bu testlər çox önəmlidir. Düşünün ki, hər sualda siz öz sualınızı işləmiş olursunuz, imtahandakı sualı. Ona görə çox ciddi yanaşın. Açıqların onsuz da laqeyd yanaşmırıq. Bütün hamısına baxırıq. Sadəcə digər qapalılarda heç bir sualınız qalmadı ki, açıq qapalı. 88-i necə yazmısınız? Eni və uzunluğu klaviaturadan daxil edən düzgün. Ay, oy, oy, bu lazım deyil. Amma bilirəm ki, bilir bu xətti tənlikdir. Sadəcə neynirik? Düsturu yazırıq. Tamilla ad gününü qeyd edir. O əlində olan pulla maksimum neçə ədəd keks ala bilər? Bunlar hamısı toplu suallardır. Və nə qədər pulu artıq qalar? Tapşırığın həlli üçün. Bunu necə yazmışıq? Printdə sadəcə bax pulu int input veririk, keksi int input veririk və printdə nə edirik? Pulu keksə tam bölmə, bu neçə sayda keks aldığını bildirir. Vergül pulu keksə qalıqlı bölmə. Bu sənin nə qədər pulun qaldığını bildirir. Pul qalığı bu. Aydındır. Kimlər yazıb? Göndərsin görüm. Bu da var. Mehriban yazıb. Sahə və düzbucaqlı. Tamamilə doğrudur. Int input. Əgər enimiz sıfırdan böyükdürsə, tam bura unuttum. Bu bizim misal deyil axı bu. Aha, deyha. Ədəd A daxil elə. Prosta bu ardıcılığa diqqət elə, sıralamaya diqqət elə. Yəni bu aralıqlar olmamalıdır. A-nın altından B və print ardıcıl olmalıdır. Qalan hər şey bir. E, Hə, bu düzdür. 90-da klaviaturadan daxil edilən müsbət tam ədədin rəqəmlərini əks ardıcıllıqla çap edən proqramı Python dilində yazın. Hə. Nəyi tərsinə çap eləyir? Onu soruşur. Aydındır, gördüm. Bəli. Int inputdur, STR çevirib və onu kəsiklə tapmısan. Düzdür. Mehriban da yazıb. Kick sayını və artıq qalır. Çıxmağa ehtiyac yox idi. Elə qalıqlı eləsəydin daha yaxşı olardı. Və tam bölmə olmalıdır bu tam bölmə 2 dənə slash. Çünki sən keksi para almayacaqsan ki, tam böləni düşəni alacaqsan. 90 da bildik də. Hamı bildi yəqin ki. Şimdi bu belə. Bitdi hə sualınız. İndi keçdim. Sizə bir dənə bir-iki sual verəcəm. Əsas suallardan. Misal. Bunu necə yazarsınız? Həllini istəyirəm. Yazın, həllini göndərin görüm.
Yaza bilirsek. Yox, Mehriban. Cavab o deyil. Nə oldu uşaqlar? Klaster, Bir tane kitap. klaster məsələsində diqqətli olan bir dənə qayda var da. Ona diqqət eləsəz alınacaq. Yox, Mehriban. Biz də göndərin görək uşaqlar. Yox, vay be. Traktım bakalım. Göndər. Tapa bilmədisə yazıram. İkinci də səhv eləmiş. Deməli, 19 səhifəlik 19 səhifəlik bax görəsin. İlk səhifəsində deyir, deməli 19 səhifənin bir səhifəsində nə var? Qrafik informasiya var. Qalan səhifəsində 18 səhifəsində bizim mətn informasiyası var. 2 bərabərdir. Mən 5 son 2, 2 üstü 9-u vururam 2 üstü 8-ə. 1024 vururam ona. Bölürəm 2 üstü 13-ə, keçirdirəm kilobayta. 2 üstü 17 ilə 13 gedir, 2 üstü 4 qalır. O da bizdə 16 eləyir. Cavab olur 160 kilobayt. Bunu qoydum kənara.
Sonra mətnin həcmini tapmaq üçün 18-i neynirik? Vururuq 2048 simvol deyir. 2 üstə 11-ə 1024 simvol əlifba vururuq ona və bölürük 2 üstə 13-ə yenə. Bununla bu gedir. Burada nə qaldı? 4. 18-i böləm. Yox, burada hədə 2 üstə 2 qalır. 18-i 2-yə böləndə burada 9, bir də böləndə 5. 5 dəfə də 9-un 45 eləyir. 45 kilobaytlı bu oldu. Biz ümumi həcmi tapmaq üçün 160-ın üstünə 45 gəlirik. Eləyir 205. 205-ə yaxın hansı ədəddir ki, 4-ə tam bölünür? Bəli, 208 olacaq. 208 ədədi. Yaxşı. Biz bir faylın həcmini tapdıq. Diskdə tutduğu həcmi tapdıq. 10 belə dediyi üçün 208-i vururuq 10 dənə fayla. Elədi 2080. Deməli, 5 megabaytlıq diskdə 2080 kilobaytlıq yer tutacaq. Sonda da biz 5 megabayt, bizdə 5120-dir. Düzdürmü? 5120-dən çıxacaq 2080-i eləyəcək neçə? 5120 çıxaq 2080. Oldu 3040. Aydındır. 3040 çok var. Tam eminim. Demetse Ha. O 4,5'i görəndə gördüm ki, orada nəsə o da düz deyil. Hı -hı. Tamam. Bu da belə. Bir dənə də misal verim sizə. Birincini. Bunu da yazaq, bitirək. İncəlin. Birincini necə yazarsınız? Yox, oldu. 20-ci. Nə oldu uşaqlar?
Yox, acaba. Deməli, bu tip məsələlərdə nə olmaz? Ona bax. 29-a qədər ədədlər olmaz. 29 da daxil. Düzdür? 10 və 29 daxildirsə, 29-dan 10 çıxıb üzərinə 1 gələndə 20 dənə ədəd elədi. Bu oldu 20 dənə ədəd. Yazırıq 20. Sonra 29 ilə 70 arasında olan tək ədədlər. Bu nə ola bilər? Tək ədədlər. Neçədən ədəd ola bilər? 29 ilə 70 arasında 30 ilə 69. 69-dan 30 çıxıb üzərinə 1 gələndə 40 dənə ədəddir. 40-ın yarısı tək olacaq, yarısı cüt olacaq. Düzdürmü? 20 dənə də orada ədəd var. Onu da götürdük. Və sonra 70-dən çox olanlar 100 ilə 70 arasında. 70-in özü də daxildirsə 100-dən 70-i çıxıb üzərinə 1 gələndə nə olacaq? 31 dənə də orada ədəd olacaq. Və sonra okey olanlar, if şərtin ödəyənlər. If şərtin ödəyənlər hansılardır? Həmən o 20 dənə ədədin içində 3-ə bölünənlər. Bəli, tək ədədlər dedim. Qızım, 40 dənə ədəd var. O 40 dənənin yarısı cütdür, 40, yarısı da təkdir. Başa düşdün? Cüt ədədlərlə işim yoxdur. Bu 70 ilə 29-un arasında 40 dənə ədəd var. Aydındır? Mhm. Bir də var 3-ə bölünənlər. Həmən o cüt ədədlərinin içində 3-ə bölünənlər. Onu da əllə saymaq olar. 30-dur, 36-dır, 42-dir, 48-dir, 54-dür, 60-dır, 66-dır. Neçədən oldu? 7 dənə. Düzdür? Hamısını toplayanda 40 burada, 38 burada. Elədi 78. B variantı. Deməli, biz nə edirik? Bütün nüansları nəzərə alırıq. Birinci neynədir? 70. Niyə? Axı 70 görmürsən, burada ciddi 70'dir. 70 buna aid deyil axı. 70 uje olmayana aiddir. 70 də daxildir, 100 də daxildir. Həmişə daxil olan ədədləri bir-birindən çıxıb üzərinə bir gəlirik. Aydındır? Sual olan var? Yaxşı.